Baxıram 65-ci suala. 65-ci sualda bizə deyir ki, 256 vurulsun 5-in üstündə 10. Vurulsun 5 üstə 10. Ədədi neçə rəqəmlidir? Ədədin neçə rəqəmli olduğunu bilmək üçün biz bunu onluq şəklində yazmalıyıq. Onluq da bilirik ki, 2 və 5-lərdən yaranır. Məsəl üçün, bir dənə 10, bir dənə 2, bir dənə 5-dən. 100 yaranır 2 dənə 2, 2 dənə 5. Yəni sıfırların sayı qədər 2 və 5-dir. Yəni bu deməkdir ki, 2 və 5-lərin sayı bərabər olmalıdır. Məsələn, minlikdə 3 dənə 2, 3 dənə 5-dir. Biz 256-nı 2 üstə 8 vurulsun 5 sonunda 5 üstə 10 kimi yazdıq hələ ki. Bərabərdir. 2 üstə 8. Deməli, biz onluq yaratmaq üçün 2-dən 8 dənədirsə 5-dən də 8 lazımdır bizə. Yəni 2 üstə 8 vur 5 üstə 8 vurulsun 5 üstə 2-ni də ayıraq. Bərabərdir. Əsaslar, qüvvət üstləri bərabər olanda əsaslar bir-birinə vurulurdu. Vurulsun 5 üstə 2. O da bərabərdir. Onun üstündə 8 vurulsun 5-in kvadratı 25 deməkdir. Bu da olur 25. Sonunda da neçə dənə 0 olacaq? 8 dənə 0. 10 üstə 8-ə vurduğumuza görə 8 dənə 0. 25-in sonunda 8 0. Burada da 2 dənə rəqəm. Cəmi olacaq 10 dənə rəqəm. Məsələn, 25 vurulsun 10 deyəndə olur 250. 25 vurulsun 10-un kvadratı deyəndə, yəni 25 vur 100 deyəndə olur 2500. Baxın, qüvvət qədər nə artırır sonuna? 0 artır. Məsələn, 25 vurulsun 10 üstə 15 desək, 25-in sonuna 15 dənə 0 artacaq, olacaq 17 rəqəmli. 69-cu suala baxaq. Kök altında 4 kök 8 çıxılsın 18 moduldadır. Üstə gəlinsin 18 plus 4 kök 8. Birincisi bunu moduldan açaq. Bərabərdir. 4 kök 8 kök altında 16 vur 8 deməkdir. Çıxılsın 18-ə kök altı 3 24 deməkdir. Bu da eləyir kök altında. Deməli 128 kök altı 324. Yəni mənfi olur. Modulun içərisində mənfi olur deyə kök altı 128-dən kök altı 324 çıxanda mənfi ədəd elədiyinə görə mənfi olduğuna görə moduldan əksi çıxacaq. Yəni 18 çıx 4 kök 8 çıxır. Üstə gəlinsin kök altında 18 plus 4 kök 8. Bərabərdir. Burada kökləri deməli yoxa çıxartmaq üçün biz buna tam kvadrat yarada bilərik ki, kökün dərəcəsi 2 olduğuna görə kvadratla 2 ixtisar keçsin. Deməli, burada nə edə bilərik? 18 çıxılsın. Biz 4 kök 8-i parçalayıram 2 vur kök 8 kimi. Bu da 2 vurulsun. Bu 2 kökün altına gələcək 4 vur 8. Yəni 2 kök altı 32. Bu şəkildə parçalayaq. Yazıram 2 kök 32. Üstə gəlsin 18 plus 2 kök 32. Yazdıq. Bərabər. Burada baxırıq. Kökləri hasili 32, cəmi 18 ədədlər. 2 ilə 16-dır. Yenə hasili 32, cəmi 18, 2 ilə 16. Burada da kök olduğuna görə, ona görə olacaq kök 16 çıx kök 2-nin bağlanmış kvadrat. Üstə gəl, eyni qayda digərdə olacaq. Kök 16 plus kök 2-nin bağlanmış kvadratı. Bunu da açanda 16 kvadrat yüksəldəndə üstə gəl 2 minus 2 kök 32. Birincinin kvadratı, ikincinin kvadratı 2, birincinin ikinci hasını 2 misli kök 32. Yəni biz ona görə bayaq kökün qarşısında 2-ni saxladıq ki, tam kvadrat yarada bilək. Bu suallarda, bu tip sualları yazanda kökün qarşısında 2 qalmalıdır ki, biz onu tam kvadrat şəklində yaza bilək. Buradan da demişik ki, kökün dərəcəsi ilə kvadrat ixtisar edir. Qalır kök altında 16 çıx kök 2, modulda çıxır düz dərəcə. Üstə gəlsin kök 16 plus kök 2. Birinci hissəyə baxırıq, modulun içi müsbət, ikincisi müsbət olduğuna görə modullar olduğu kimi açılır. Kök 16 çıx kök 2. Üstə gəl kök 16 plus kök 2. Bunlar da kök 2 ilə islah olunur. Qalır 2 kök 16. 16-dan da 4 çıxdığına görə 2 vur 4 olacaq 8. Y bəndi.
73-cü suala baxıram. 10 üstü 26 çıxılsın 1 bölünsün 3. Buna baxsaq, bu nə deməkdir? 10 üstü 26 1, sonunda 26 dənə 0. Yəni, burada 26 dənə sıfırlar var. 3 nöqtə ilə yazıq bu şəkildə. Aha. İndi burada, bir saniyə belə yazım. 1, 0, 0, 0, 3 nöqtə 0. Burada deməli 26 dənə 0 var. Bundan 1 çıxanda, 9, 9, 9, 9 gəlir bura. Yəni, məsəl üçün 10-dan 1 çıxanda 9 eləyir. 100-dən 1 çıxanda 99 eləyir. Yəni, rəqəm sayı eləyir? 1 vaid azalır. İndi burada 26 dənə 0 var. Bir dənə də 1. Bu neçə rəqəmlidir? 27 rəqəmli. 27 rəqəmlidirsə, indi olacaq ədəd neçə rəqəmli? 26 rəqəmli. Yəni, 1 vaid azalır. Məsəl üçün, belə deyim də, 1, 10 üstü 1. Bu 2 rəqəmlidir. 10-un kvadratı 100. 3 rəqəmlidir. Yəni, 2 dənə 0 var, bir də 1-i nəzərə alsaq 3 rəqəmlidir. İndi burada da 10 üstü 26-dır. Yəni, 1, sonunda 26 dənə 0. 26 dənə 0 var, bir dənə 1. Ümumi 27 rəqəmdir. 27 rəqəmdən də 1-in çıxsaq, qalacaq 26 dənə 9. 26 dənə 9. İndi bunu da 3-ə bölsək, bu 9'dar. 9'dardır 3'ə böləndə, buranı silirəm. Bunu da 3'ə böləndə olacaq. Deməli 3, 3, 3. Bu şəkildə gedir 3. Deməli yenə nə olacaq? 26 dənə 3. Bunu da rəqəmlərini zəmirləyəndə 26-na vururuq 3-ə. O da eləyir 18, 1 ya da 78. A bəndə. 74-cü suala baxıram. AB böl C bərabərdir 1-ə. AC böl B bərabərdir 2-yə. BC böl A bərabərdir 3-ə. Deməli, bizdən ABC-ni soruşur. Biz nə edərik? Bunların hamısını alt-alta vursam, AB böl C vurulsun, AC böl B vurulsun, BC böl A. Bərabərdir 1 vur, 2 vur, 3. Buradan baxsaq ki, bu B-lər getdi, bu A-lar getdi, bu C-lər getdi. Sürətdə qaldı ABC bərabərdir 6-ya. O da D bəndi. 74 və 79-cu suala da baxaq. 79-cu sualda 2-də 1 çıxılsın, 2-nin üstünə mənfi 3, bölünsün, 3 üstə mənfi 1, üstündə mənfi 1 kimi görsənir. Amma mənfi 1 kimi yazıram. Mən bəlkə indi mənfi 2-dir, amma mənfi 1 kimi görsənir. Bölünsün, 2-nin üstündə mənfi 1, çıxılsın 3 üstə mənfi 1, vurulsun üstə mənfi 1. Bərabərdir. Bunu yazıram. Deməli, 2-də 1 çıxılsın. 2 üstə mənfi 3 yazıram. 1 bölünsün 2 üstə 3 kimi. Bölünsün. 3 üstə mənfi 1 də yazıram. 1 bölünsün 3 kimi. Üstündə mənfi 1. Bölünsün. Bölünsün. 2 üstə mənfi 1. 1 bölünsün 2 kimi. 3 üstə mənfi 1 də 1 bölünsün 3 kimi. Üstündə də mənfi 1. Bərabərdir. Mötərizələr üçün sadələşdirək birinci. Deməli, olacaq onda 2-də 1 çıxılsın. 8-də 1 vurulsun. 1-də 3. Yəni, o da eləyəcək. Burada 2 kimi yazmışıq biz bunu. Bu 2 üstə deyəsən mənfi 2-dir. Bunu mən 3 kimi yazmışım. 2 üstə mənfi 2-dir. Burada da onda yaxşı düşmüyor. 4-də 1 olacaq. 4-də 1. Aha. Bu da eləyir, bərabərdir. Onda 2-də 1 çıx. Buranı sadələşdirəndə 4-də 3 vurmaya çevirəndə. Üstündə mənfi 1 bölünsün. Bu mötərizə içində sadələşdirəndə eləyəcək 6-da 1 üstündə mənfi 1. O da bərabərdir. 2-də 1-dən 4-də 3 çıxanda mənfi 4-də 1 eləyir. Mənfi 4-də 1-in üstündə mənfi 1 bölünsün. 6-da 1-in üstündə mənfi 1. Mənfi 1 bərabərdir. İndi mən mənfi 4-də 1, mənfi 4-də 1 yazıram 4 üstündə mənfi 1 kimi üstündə mənfi 1 bölünsün. 6-da 1 də yazıram 6 üstündə mənfi 1 üstündəki mənfi 1. Və yaxud da tərsinə də çevirə bilərik.
O da eləyəcək -4-ün üstündə 1 bölünsün 6-ın üstündə 1. O da yəni -4 bölü 6 -3-də 2. A bəndi. Mən buradan gördüklərimi əsasən yazdım. Yəni qüvvəti -1 kimi götürdüm. Bunu -2 kimi. Yaxşı düşməyib deyə.